Hər vaxtınız xeyir olsun, hörmətli qoçlar. Bu günləri istərdim sizə özümüzə gələn iyun ayının astroloji proqnozunu sizinlə paylaşım. Deməli, bir neçə segmentdən keçəcək. İş, maddi, şəxsi həyat və tövsiyə. Deməli, iyun 2026-cı il qoçlar üçün hədsiz dinamik və çox belə qaça-qaçda olan bir ay kimi özünü göstərəcək. O qədər aktiv olacaq ki, yəni ki, həqiqətən də bunun biraz da mənfi tərəfi də var. İndi ondan danışacağım. Ay yeni bir işlərlə, yeni bir insanlarla, yeni bir görüşlərlə sözsüz ki, çox dolu olacaq. İş baxımından başlayaq. Maksimum dərəcədə bu ay siz diqqət mərkəzində olacaqsınız işdə. Kimsə yeni işdə başlayır, kimsə ümumiyyətlə hansısa bir yeni projelərə əl atacaq və diqqət mərkəzində olacaqsınız. Siz qoçsuz, lidersiniz və o qədər iş gələcək ki, siz deyəcəksiniz ki, mən bunu da götürə bilərəm, bunu da eləyə biləcəm, bundan da başım çıxır. Yəni ki, bu hər şey çox gözəldir. Enerjiniz sizə imkan verir ki, həqiqətən də iyunda maksimum dərəcədə 24 saat gün ərzində işləyəsiniz. Amma bunun mənfi tərəfi odur ki, hardasa iyunun 15-nə qədər gücünüz çatar, çatmaz. İyunun 15-dən sonra artıq overload sistemi olacaq. O nə deməkdir? Siz yorğun olacaqsınız. Özünüzü biraz belə depressiv hiss edə bilərsiniz. Hansısa bir şeylərə marağınız itə bilər. Ona görə də maksimum dərəcədə çalışın işdə. Hansısa bir işləri sizə təklif edirlərsə və yaxud sizə həvalə edirlərsə, tam olaraq bir işi bitirmədən bu bir işə keçməyin. Sonra başınız həqiqətən də itə bilər bu məsələlərdən. Bilirsiniz, yəni ki, qoçun bir xüsusiyyəti var ki, enerjisi çox olduğundan ən əsası da bu ay, iyun ayında. Yəni ki, siz direkt olaraq qaçacaqsınız. Yəni ki, amma hərdən qaçmaq superdir, sözsüz ki. Amma harada qaçmaq çox önəmlidir. Heç olmasa bir məqsəd qoymaq və o məqsədə doğru qaçmaq isə hər şeydən gözəldir. İşdə belə deyim də, ayın 15-nə qədər, 20-sinə qədər dediyim kimi, yəni ki, maksimum dərəcədə bunu da eləyirəm, onu da eləyirəm, bunu da bacarıram, onu da bacarıram. Hər şey superdir. Amma sırf ayın ikinci hissəsi və yaxud ayın sonuna yaxın sizdən artıq hesabat da istəyəcəklər ki, ümumiyyətlə sən neynədin, neynəmədin. Ona görə də tam olaraq bir işi başlayaraq bitirin ki, hesabatlarınız da ayın sonuna, belə deyim də, hər bir işdə natamam olmasın. Keçək maddi tərəfə. Maddi tərəf o da yaxşıdır. İyun ayı biraz belə produktiv aydır. Qoçlar üçün pullar gəlir, özü də yaxşı gəlir. Amma bir məqam var ki, pul necə gəlir, elə də gedir. Ona görə də biraz xərclərinizə diqqət yetirin. Nəyə nəzər tutmaq lazımdır? Ola bilsin ki, biraz belə planlı olmayan bir xərclər çıxsın ortalığa və bu xərclərin belə deyim də idarə etməsi üçün, hər şeyə çatması üçün siz maksimum ayın əvvəlində xərclərinizi hara xərcləyirsiniz, ona diqqət yetirməlisiniz. Bu da lazımdır, o da lazımdır, bunu da istəyirəm, onu da istəyirəm məsələsi deyil. Yəni, hərdən nə isə istəyirsinizsə, vacib bir şey deyilsə, siz özünüzə 1-2-3 gün vaxt verin ki, bir təkrar düşünəsiniz və bu düşünmək bəlkə sizi gətirib çıxardacaq o məqama ki, heç bu mənə heç lazım da deyil idi və yaxud evdə həmin şeyin oxşarını tapdım. Ayın sonuna qədər, ayın sonuna doğru, yəni maddi vəziyyət yenə başlayacaq sabitləşməyə. Ona görə də ayın əvvəlində pul çoxdur, ayın ortasında əgər ayın əvvəlində düzgün xərc olmasa pullar uçur, ayın sonu sabitləşməyə doğru gedir. İndi siz bu sabitləşməyə ya cibinizdə yaxşı pulla gəlib çatacaqsınız, ya da ümumiyyətlə pul olmayacaq deyənə, xərcləriniz də olmayacaq deyənə hər şey qalacaq belə. Ona görə də maksimum dərəcədə pulları düzgün yerə xərcləyin və ya xərclərinizə fikir verin. Şəxsi münasibətlər çox maraqlıdır. O insanlar hansılar ki, subaydır, subay qoçlarımız. Ola bilsin ki, biraz belə maraqlı bir görüşlər, tanışlıqlar ola bilər və bu tanışlıqların hardasa bəziləri, belə deyim də, sevgidən kənar çıxıb biraz iş və yaxud maraq çərçivəsində keçid alacaq və siz düşünməyin ki, bu insanlar elə-belə gəliblər həyatınıza. Gələcəkdə o insanların sırf niyə görə qarşınıza çıxmağı və yaxud hansısa bir ortam, hansısa bir maraq üçün, yəni ki, bir qrup yaratmağınıza imkan verəcək. Ona görə də bu ayın əvvəlində tanışlıqlar, hardasa flör, hardasa belə deyim də, münasibətlərlə oynamaq ab-havası yarana bilər, amma yenə də insanlarla elə-belə gəlib getməyəcəklər sizin həyatından. Amma ailəli olan qoçlarda isə çox maraqlı bir
belə deyim, məsələ var ki, hər şey gözəldir, amma biraz münasibətlərinizdə özünüzü kontrolda saxlayın. Ona görə ki, hərdən mən qoçam, mən düzgün bilirəm, mən belə eləyəcəm, sən də belə eləməlisən. Prinsipi biraz getmir və bu da qarşı tərəfə bir aqressiya yarada bilər və aranız biraz yaxşı olmaya bilər. Ona görə də maksimum dərəcədə çalışın, öz hisslərinizi, öz aqressiyanızı əlinizdə saxlaya biləsəniz. Ola bilsin evdən, tanışlar, qohumlar sizdən hansısa bir yardım istəsin. Bu yardım həm maddi, həm mənəvi ola bilər. Yəni ki, buna da hazır olmağınız gərəkdir. Və bu tam olaraq bunu tamamlayanda deyə bilərəm ki, çox produktiv, çox maraqlı, çox hiperaktiv bir aydır və sizin də enerjiniz boldur. Amma buna baxmayaraq maksimum dərəcədə çalışın, dincəlin. Ona görə ki, sizin gizli silahınız sizin yuxunuzdur, qidanızdır, sizin mənəvi sakit olmağınızdır. Yəni bu olmasa siz özünüzü dediyim kimi ayın ortasına yaxın artıq itirəcəksiniz. Bütün bu amilləri nəzərə alaraq, hər şeyi balansda saxlayaraq ayı çox gözəl və çox uğurla tamamlama imkanı var. Yəni maksimum dərəcədə uzun olmasa da biraz belə praktik bir fikirlərlə sizə bu ayı təhlil etdim. Düşünürəm ki, xoşunuza gəldim. Rəylərinizi bildirin, yazın, takib atın. Bu qədər. Sağ olun.